Sualın məzmunu bundan ibarətdir ki, bir qadını bir məclisə dəvət edirlər. Məclis kafelərin birində keçirilir. Qadın bu məclisə məğrib namazından biraz əvvəl çatır və məğrib namazı yetişəndə bildirirlər ki, burada namaz qılmağa şərait yoxdur və qadın da məclisi tərk edir, lakin namaz qəzaya gedir. Bu qadın soruşur ki, burada günah mənə yazılır, yoxsa məclis sahibi namaz qılmağa şərait qurmadığına görə ona yazılır. Əvvəla bunu qeyd edim ki, insan evdən çıxanda hər hansı bir iş dalınca və yaxud məclisə gedəndə ilk növbədə namazlarına diqqət etməlidir. Namazları harda qılacaq, necə qılacaq, namaz nə vaxt girir, bunlara diqqət eləməlidir. Sual verən qadın elə başa düşüb ki, həmin məclisdə namaz qılmağa yer olacaq və bu fikirlə, yəni ora gedib və buna görə ona günah yazılmır. Lakin əgər qadın gördüsə, bu məclisi tərk edib, yəni evə çatana kimi namazın vaxtı çıxacaq, o halda çalışmalı idi həmin məclisdə bir yerdə namazı qılsın. Düzdür, əgər bu mümkün deyildisə, yenə də həmin qadın üzürlü sayılır. Həmçinin məclis sahibi də bu məsələdə günaha girir. Nə üçün? Əgər bir insan məclis təşkil edirsə, o həmçinin o məclisə çağırdığı insanların namazını nəzərə almalıdır. Şərait qurmalıdır onların namaz qılması üçün. Bu baxımdan həmçinin məclis sahibi də müəyyən qədər burada məsuliyyət daşıyır buna görə. Həmçinin o məclisdə iştirak edən qadınlar da indi kimisə evi yaxındadırsa, o aydın məsələdir, amma görürlərsə ki, evə gedib çatana yaxın artıq məğrib namazının vaxtı çıxacaq, bu halda onlar orada bir şərait qurub namazlarını qılmalı idi.